Dərs 5. Sənədin yaradılması. Word proqramı ekrana çağırılarkən yeni boş vərəqi istifadəçiyə təklif edir. Əgər boş vərəq ekranda yoxdursa, yəni boş vərəq sadəcə bağlanılıbsa və bu cür boş ekranı siz öz pəncərənizdə görünürsünüzsə, bu deməkdir ki, proqramda yeni boş vərəq yoxdur. Yeni boş vərəqi yaratmaq üçün standart alətlər lövhəsində Sozdat fayl düyməsi mövcuddur. O düymə üzərində sol düyməni bir dəfə sıxın və beləliklə ekranda yeni boş vərəq yarandı. Unutmaq lazım deyil ki, eyni adlı əmr fayl menüsündə də mövcuddur. Lakin bu əmrlə düymə arasında böyük fərq var. Sozdat əmri seçilərsə, ekranın sağ tərəfində Sozdaniya dokumenti adlanan yeni bir panel yaranacaq. Bu panel təkcə yeni boş vərəq deyil, eləcə də Word proqramının şablonlarından da istifadə etməyə imkan verir. Yəni, proqramda yaradılmış və yadda saxlanılmış şablonların hər hansı birini proqram vasitəsilə ekrana çağırmaq olar. Bunun üçün namayım kompüterə deyilən sətir üzərində sol düymə sıxılır və beləliklə müxtəlif mövzulardan ibarət olan hazır şablonlar toplusu ekrana gəlir. Məsəl üçün, bunların içərisindən Pisma Fax deyilən səhifədən Elegant Fax deyilən bir şablonu seçək və OK düyməsini sıxaq. Beləliklə ekranda xüsusi fax nümunəsi ekrana gəldi. Sozdat əmri ilə Sozdat düyməsi arasında olan fərq budur. Yəni, təkcə ekrana boş vərəq deyil, eləcə də Word proqramının istifadə etdiyi digər şablonları da çağırmaq olar. Bu sənədin əvvəlində kursor adlanan şaquli xətt yerləşir. Kursor klaviaturadan daxil ediləcək simvolun ekranda mövqeyini göstərir. Qeyd etmək lazımdır ki, sənədin istənilən hissəsində mausun düyməsini 2 dəfə basmaqla kursorun mövqeyini seçmək olar. Bunun üçün mausun sol düyməsini 2 dəfə istənilən bir yerdə vuraq və gördüyümüz kimi kursorun mövqeyi dəyişdi. Və istənilən bir söz birləşməsini sahəyə daxil edək. Diqqət edək. Məsəl üçün, Bakı, fikir verək. Əgər bizim yazdığımız mətn rus dilindədirsə, bu deməkdir ki, biz dil panelindən dili seçməmişik. Bunun üçün biz dil panelinin üzərində sol düyməni bir dəfə sıxırıq və açılmış kontekst menyudan Azərbaycanski latinitsa deyilən sətr üzərində işarələyirik. Və beləliklə bizim bundan sonra klaviaturada daxil ediləcək mətnlərimiz Azərbaycan dilində olacaq. Məsəl üçün, Bakı Elmi Tədris Mərkəzi. Uzun sətirlərin çapı zamanı Enter düyməsini basmağa ehtiyac yoxdur. Sözlər arası boşluğun yaradılması üçün klaviaturada Spacebar düyməsinin sıxılması kifayət edir. Spacebar düyməsi klaviaturanın aşağı hissəsində yerləşir və uzun ölçüyə malik olan bir düymədir. Qeyd olunduğu kimi uzun sətirlərin çapı zamanı Enter düyməsi vurulmur. Bu ona görə olunur ki, Enter düyməsini vurduqda yeni abzas əlavə olunur. Məsəl üçün, gördüyümüz kimi Enter düyməsini basmadan yeni bir mətn Word proqramına daxil olundu və mətn olduğu kimi səhifədə yerləşdi. Mətnlərin daxil edilməsi zamanı hər hansı bir səhvlərə yol verilir. Worddə bu kimi səhvləri aradan qaldırmaq üçün klaviaturanın Delete və Backspace düyməsindən istifadə olunur. Delete düyməsi kursordan sağ tərəfdəki informasiyanı silir. Məsəl üçün, deyək ki, qeyd olunmuş mətndə bu hərfini silmək lazımdır. Bunun üçün biz klaviaturada Delete düyməsini sıxırıq. Əgər digər kursordan sol tərəfdəki informasiyanı pozmaq istəyiriksə, onda klaviaturadakı Backspace düyməsindən istifadə olunur. Mətn boyu gəzişmə klaviaturanın yuxarı, aşağı, sağ və sol düymələrindən istifadə edə bilərik. Bunu biz əyani şəkildə nümayiş elətdirək. Bu, sözlər arası və eləcə də mətn boyu gəzişməyə bizə imkan verir. Digər dərsimizdə biz proqramda istifadə olunan klaviatur düymələri ilə tanış olacağıq.